Salam, hər vaxtınız xeyir olsun. Xarici ölkələrin maliyyəsi fənnində sizləri salamlayıram. Bugünkü mövzumuz Böyük Britaniyanın maliyyə sistemi. Mövzuya keçməmişdən əvvəl, yəni mövzunun suallarını keçməmişdən əvvəl bir balaca Böyük Britaniya haqqında söz açmaq istəyirəm. Bilirik ki, Böyük Britaniya öz qədim tarixi ilə, monarxiyası ilə digər ölkələrdən fərqlənən bir ölkədir və Böyük Britaniya haqqında Böyük Britaniya zəngin tarixə malikdir və Böyük Britaniya haqqında bəzi faktları, maraqlı faktları nəzərinizə çatdırmaq istəyirəm. E, Onu qeyd edeyim ki, ilk olaraq Böyük Britaniya ilə Birləşmiş Krallıq fərqlidir. Yəni Böyük Britaniya yalnız İngiltərə, Şotlandiya və Uels adalarından ibarətdir. Amma Birləşmiş Krallıqsa bu sadaladıqlarıma əlavə olaraq Şimali İrlandiyanı da əlavə eləsək, o zaman Birləşmiş Krallıq bunları əhatə etmiş olacaq. Sonra dünyanın ən qədim monarxiyalarından biridir Böyük Britaniya. Çünki Britaniya monarxiyası təxminən 1000 ildir ki, mövcuddur və bildiyimiz kimi Kraliça 2. Elizabet 70 il hakimiyyətdə qalaraq ən uzun müddət taxta qalan monarxlardan biri oldu. Böyük Britaniyanın paytaxtı London şəhərində olan tanınmış Big Ben saat haqqında yəqin ki, çoxumuz eşitmişik, görmüşük. Big Ben əslində saatın özü deyil. London saat qülləsindəki zəngin adıdır. Güllənin özü isə Elizabeth Tower adlanır. Şotlandiyanın öz bayrağı, həmçinin də özünün himni var. Şotlandiya Birləşmiş Krallığın tərkibində olsa da, öz parlamenti, bayrağı, himni və hüquq sistemi var. Böyük Britaniya futbolun doğulduğu ölkədir. Müasir futbol qaydaları 19-cu əsrdə İngiltərədə formalaşıb. Dünyanın ilk futbol klubu isə Sheffield FC 1857-ci ildə yaradılıb. Hava proqnozları burada, bu ölkədə çox dəyişkəndir. Britaniyada bir gündə 4 fəsil yaşamaq mümkündür və çox vaxt yağışlı, həmçinin də buludlu havalar olur burada. Oxford və Cambridge dünyanın ən qədim universitetlərindəndir və Oxford Universiteti 11-ci əsrdə yaradılıb və dünyanın ən qədim ingilis dilli universitetidir. İngilislər çayı çox sevirlər, bunu da yəqin ki, biz bilirik və saat 5-də içilən çay onlar üçün günün ən vacib ritualı hesab olunur. Bir də bir fakt da qeyd edeyim ki, Londonda kraliçaya aid quşlara toxunmaq qadağandır. Əsas da London Tower'da yaşayan qarğalar qorunurlar. Çünki əfsanəyə görə onlar oradan geçsələr, krallıq da süqut edər. Yəni bu Böyük Britaniya haqqında bir neçə maraqlı faktlar idi, nəzərinizə çatdırdım. İndi isə mövzumuza keçid edək. Bugün sizinlə müzakirə edəcəyimiz suallar müasir mərhələdə Böyük Britaniyanın iqtisadi inkişafının xüsusiyyətləri, Böyük Britaniyanın büdcə sistemi, Britaniyada pul siyasəti və İngiltərə bankı. İlk sualımıza keçid edirəm. Müasir Britaniya iqtisadiyyatı əsasən post-sənaye mərhələyə keçmiş, xidmət sektorunun üzərində formalaşmış inkişaf modelinə söykənir. Ümumdaxili məhsulun təxminən 80%-i xidmət sahəsindən gəlir. Bu sektorda xüsusilə maliyyə, hüquq, professional xidmətlər, IT və innovativ sahələr ön plandadır. Londona milyardlarla dollar investisiya axını var və dünya maliyyə mərkəzləri arasında London məhz liderlərdəndir. Qlobal iqtisadiyyatın formalaşdığı rol Britaniyada innovasiya və rəqəmsallaşma strategiyalarına da təkan verir. Startup ekosistemi, fintech layihələri, yaşıl enerji yatırımları və texnologiyaya yönəlmiş dövlət dəstəyi sürətlə genişlənir. Brexitin iqtisadi nəticələri Britaniya üçün çox saylı mürəkkəbliyə yol açdı. Ticarət uğurları azaldı,
Avropa İttifaqına malların ixracı 2019-cu ilə nisbətən 18% azaldı. Brexit Britaniyanın iqtisadi performansını təqribən 4% azaltdı və statistika 2024-cü ildə vergilərin artırılması səbəbindən vergi gəlirlərinin 40 milyard funt itki yaratmasına gətirib çıxardı. İnvestisiya səviyyəsi də zəifləyib. Xüsusilə məlumat kommunikasiya texnologiyalarında iş yerlərinin sayı və yeni layihələrdə 47% azalma müşahidə olunub. Bloomberg Economics'ın təhlili göstərir ki, Brexit Britaniya iqtisadiyyatına hər il təxminən 100 milyard funt zərər vurur. İqtisadi artım və biznes etimadsızlığı birinci rüb 2025-ci ildə ümumdaxili məhsul 0,7% artıb, lakin may ayında layiqli iqtisadi artım zəifləyib. Ümumdaxili məhsul 0,1% azalıb. Bu artımın əksəriyyəti ilkin dövrdə xidmət sektoruna bağlıdır. Səxavət azalmış biznes etimadsızlığı isə iqtisadi perspektivlər üçün narahatlıq doğurur. Q2-də biznes güvəni 4,2%, ixracatçılarda isə 6,1 kimi qeydə alınıb. Vergi yükünün artması, xüsusilə National Insurance-dəki artım və digər tənzimləmələr 55% şirkətin əsas narahatlığı kimi göstərilib. Mən bayaq Brexit haqqında danışdım. Brexit haqqında biraz qısa məlumat vermək istəyərdim. Demək, Brexit Böyük Britaniyanın Avropa Şurasından çıxışı deməkdir, yəni çıxması deməkdir. Britain və exit sözlərinin birləşməsindən yaranıb bu termin. 2016-cı ilin 23 iyununda Böyük Britaniyada referendum keçirildi. Referendumda biz bilirik ki, bu ümumxalq səs verməsidir və sual belə qoyulmuşdu. Birləşmiş Krallıq Avropa İttifaqında qalmalıdır, yoxsa çıxmalıdır? Və bunun nəticəsində 51,9% çıxmaq yerinə səs vermişdi, 48,1% isə qalmaq tərəfinə səs vermişdi. Brexit tərəfdarları deyir ki, yəni Britaniya öz sərhədlərini və miqrasiyasını özü idarə etməlidir. Avropa İttifaqının qanunları və bürokratiyası Britaniyanın müstəqilliyini məhdudlaşdırır. Həmçinin də burada maliyyə töhfələrindən də söhbət gedir. Britaniya hər il Avropa İttifaqına çox pul ödəyir və bu pulu ölkə daxilində xərcləmək daha yaxşı olardı. Rəsmi çıxış 31 yanvar 2020-ci ildə baş verdi. Amma tam ayrılma və yeni qaydalar 2021-ci ildən qüvvəyə mindi. Və nəticələr necə oldu? Azad ticarət və miqrasiya qaydaları dəyişdi. Britaniya Avropa İttifaqı bazarından ayrıldı. Britaniyalıların Avropa İttifaqı ölkələrində işləməsi və yaşaması da çətinləşdi. Bəzi bizneslər üçün ticarət və gömrük prosedurları da mürəkkəbləşdi. O ki, qaldı Şotlandiya və Şimali İrlandiya məsələsindən. Şotlandiya və Şimali İrlandiya əhalisinin çoxu Avropa İttifaqında qalmaq istəmişdi. Bu səbəbdən də yenidən müstəqillik referendumu və ya Avropa İttifaqına qayıtmaq məsələləri zaman-zaman gündəmə gəlir. Yəni, bu Brexit haqqında qısa məlumat idi və davam olaraq 2025-ci ilin proqnozları və perspektivləri haqqında da söz açaq. Demək, 2025-ci ildə iqtisadi artım 1,7% səviyyəsinə çata bilər. İnflyasiya təxminən 2,4%, işsizlik isə 4,3% olaraq proqnozlaşdırılır. Dünya ticarət gərginliyi və fiskal qaydalar Britaniya üçün əhəmiyyətli risklər törədir. Müasir Böyük Britaniya iqtisadiyyatı xidmət sektorundan asılı olan yüksək texnologiyalı və innovasiyaya yönəlmiş modelə malikdir. Brexit
Valyuta ticarət maneələri və investisiya çaşmazlığı iqtisadiyyatın artımına ciddi təsir göstərir. İnflyasiya və işsizlik səviyyələri nisbətən yüksəldiyi halda biznes etimadı zəifdir. Gələcəyi dayanıqlı etmək üçün iqtisadi diversifikasiya, investisiya təşviqi və ticarət şəbəkələrinin genişləndirilməsi vacibdir. İkinci sualımız Böyük Britaniyanın büdcə sistemi. Böyük Britaniyanın büdcə sistemi uzun illər boyu formalaşmış və çevik fiskal idarəetmə prinsipləri üzərində qurulmuşdur. Büdcə siyasəti mərkəzi hökumət tərəfindən həyata keçirilir və əsasən Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq parlamentə təqdim olunur. Son illərdə ölkədə regional muxtariyyətin gücləndirilməsi prosesi gedir və bu kontekstdə Şotlandiya, Wales və Şimali İrlandiya kimi bölgələrə müəyyən maliyyə səlahiyyətləri də verilmişdir. Dövlətin illik gəlirləri əsasən vergi yığımları hesabına formalaşır. 2024-25-ci maliyyə ili üçün ümumi dövlət gəlirləri təxminən 1,14 trilyon funt sterling təşkil etmişdir. Bu da ölkənin ümumdaxili məhsulunun təxminən 39,7%-nə bərabərdir. Vergi gəlirlərinin tərkibində ən böyük pay gəlir vergisinə və əlavə dəyər vergisinə aiddir. Gəlir vergisindən gələn vəsaitlər təxminən 273 milyard funt, əlavə dəyər vergisindən isə 171 milyard funt civarındadır. Korporativ vergi, aksizlər, əmlak vergisi və digər vergi növləri də dövlətin maliyyə gəlirlərində mühüm rol oynayır. Böyük Britaniya hökuməti büdcə kəsirini idarə olunan səviyyədə saxlamaq və uzunmüddətli borc sabitliyini qorumaq məqsədi ilə fiskal qaydalar tətbiq edir. 2023-2024-cü il üzrə büdcə kəsiri 131 milyard funt olmuşdur. Bu da ümumdaxili məhsulun təxminən 4,8%-na bərabərdir. Bu, əvvəlki illərlə müqayisədə yüksək səviyyə hesab olunur və fiskal siyasətdə daha ciddi tədbirlərin görülməsini də zəruri edir. Üçüncü sualımız Böyük Britaniyanın pul siyasətidir. Böyük Britaniyada pul siyasəti ölkənin mərkəzi bankı olan İngiltərə Bankı tərəfindən həyata keçirilir. Pul siyasətinin əsas məqsədi makroiqtisadi sabitliyi qorumaq, qiymət sabitliyini təmin etmək və iqtisadi artım üçün uyğun maliyyə şəraiti yaratmaqdır. Bu məqsədlərə nail olmaq üçün bank bir sıra alətlərdən, əsasən də faiz dərəcələrindən və açıq bazar əməliyyatlarından istifadə edir. Hazırda Britaniyada illik inflyasiya hədəfi 2% olaraq müəyyən edilmişdir və İngiltərə Bankı siyasətini bu hədəf ətrafında formalaşdırır. Son illərdə Böyük Britaniyada inflyasiya səviyyəsi xüsusilə 2022-23-cü illərdə əhəmiyyətli dərəcədə artmışdır. COVID-19 pandemiyasının iqtisadi nəticələri, tədarük zəncirindəki qırılmalar, Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji və ərzaq qiymətlərindəki kəskin artım, eləcə də Brexitdən sonra ithal-ixrac balansındakı dəyişikliklər inflyasiyanı gücləndirən əsas amillərdən biri olmuşdur. 2022-ci ilin payızında inflyasiya səviyyəsi 11,1%-ə çataraq son 40 ilin ən yüksək göstəricilərindən biri olmuşdur. İngiltərə Bankı bu cür inflyasiya təzyiqlərinə cavab olaraq pul siyasətini sərbəstləşdirməyə başlamış və əsas faiz dərəcələrini artırmağı keçmişdir. 2021-ci ildə 0,1% səviyyəsində olan baza faiz dərəcəsi tədricən artırılaraq 2023-cü ilin ortalarına qədər 5,25%-ə qədər yüksəlmişdir. Bu, əsasən tələbi azaltmaq, kredit və istehlak səviyyəsini yavaşlatmaq və beləliklə inflyasiya təzyiqlərini yumşaltmaq məqsədi daşıyırdı. 2024-cü ilin ilk rübündə isə faiz dərəcəsi dəyişmədən saxlanılaraq 5,25% səviyyəsində sabitləşdirilmişdir. Son dövrlərdə İngiltərə Bankı öz pul siyasətini daha şəffaf və proqnozlaşdırıla bilən etmək üçün Quiddance yönləndirmə strategiyasını tətbiq edir.
Yəni, bank öz qərarlarını və gələcək niyyətlərini ictimaiyyətə açıq şəkildə çatdırır. Bu isə maliyyə bazarlarının və investorların gözləntilərinin düzgün formalaşmasına xidmət edir. Məsələn, inflyasiyanın gələcək proqnozları, əmək bazarının vəziyyəti və qlobal iqtisadi trendlər bankın rəsmi hesabatlarında dəfələrlə geniş şəkildə izah olunur. Britaniyada pul siyasətinə son illərdə artan təsir göstərən başqa bir faktor da maliyyə texnologiyaların, yəni fintech inkişafıdır. Kriptovalyutaların artan rolu, rəqəmsal ödəmə sistemlərinin genişlənməsi və rəqəmsal fund, yəni Bitcoin kimi Mərkəzi Bank rəqəmsal valyutası təşəbbüsləri İngiltərə Bankının strateji planlaşmasında yeni istiqamətlərin formalaşmasına səbəb olur. Və nəticə etibarı ilə Britaniyada pul siyasəti dinamik, şəffaf və çevik mexanizmlər üzərində qurulmuşdur. İqtisadi şoklar, qlobal maliyyə dalğalanmaları və daxili makroiqtisadi dəyişikliklərə uyğun olaraq Mərkəzi Bankın qərarları daim yenilənir. İngiltərə Bankı inflyasiya ilə mübarizə, iqtisadi sabitlik və maliyyə sektorunun davamlılığını təmin etmək üçün həm ənənəvi, həm də qeyri-ənənəvi alətləri bir arada tətbiq edir. Bu isə Böyük Britaniyanın mürəkkəb və dəyişkən qlobal iqtisadi mühitdə sabit mövqe tutmasına imkan verir. Və nəhayət dördüncü sualımız İngiltərə Bankı. İngiltərə Bankı 1694-cü ildə təsis olunmuş və bu günə qədər dünyanın ən mühüm mərkəzi banklarından biri kimi fəaliyyət göstərməkdədir. Onun yaranması əvvəlcə hökumətə borc vermək və dövlətin maliyyə ehtiyaclarını qarşılamaq məqsədi daşıyırdı. Lakin zamanla funksiyaları genişlənmiş və bu gün müasir iqtisadiyyatın mühüm sahələrində mühüm rol oynayan bir maliyyə institutuna çevrilmişdir. Bu bank Böyük Britaniyanın milli valyutası olan funt sterlinqin sabitliyini qoruyan, inflyasiya səviyyəsini hədəfdə saxlayan, maliyyə sisteminin bütövlüyünü təmin edən və iqtisadi artım üçün əlverişli makroiqtisadi mühit formalaşdıran əsas orqandır. İngiltərə Bankı eyni zamanda dövlətin rəsmi qızıl və valyuta ehtiyatlarının idarə edicisidir və beynəlxalq maliyyə münasibətlərində Britaniyanın güclü tərəfdaş kimi çıxış etməsində mühüm vasitə rolunu oynayır. Və ənənəyə sadiq qalaraq mühazirəmizi bir sitatla yekunlaşdırmaq istəyirəm. Londonun maliyyə dünyasındakı hökmranlığı funt sterlinqin sabitliyindən çox Britaniyanın əsrlərlə formalaşdırdığı etimad kapitalına əsaslanır. Və bununla da mühazirəni yekunlaşdırıram. Növbəti görüşlərə dək.